Salam hörmətli şagirdlər, biz bu günlərim daha bir neçə tapşırığın həllərinə, izahlarına baxacağıq. Belə videoların davamı üçün kanala abunə olmanız kifayətdir. İndi baxaq bir nömrəli sualda görək bizə nə deyir. Bizə veribdir 1 vuraq, 2 vuraq, 3 vuraq, 4 vuraq, deməli 80 vuraq, 81. Hasilini deyir, sonu neçə sıfırla biter. Biz birinci nədən tanış olaq? Faktorial anlayışından. 1 faktorial nə deməkdir? 1 deməkdir. 2 faktorial nə deməkdir? 1 vuraq 2 deməkdir. 3 faktorial nə deməkdir? Bu deyirsən 1 vuraq 2 vuraq 3. Onda deyirsən ki, müəllim, deməli 4 faktorial da nəyə bərabərdir? 1 vuraq 2 vuraq 3 vuraq 4. Onda başa düşürük ki, biz burada bu 1-dən 81-ə kimi ədədlərin hasili bizə nəyi verir? 81 faktorial verir. İndi bizə deyir ki, bax, bunun sonu neçə sıfırla bitir? Biz bilirik ki, bax, ədədin sonu necə ola bilər ki, sıfırla bitsin? Məsəl üçün, 2 ilə 5-in hasili bizə nəyi verir? 10. Deməli, biz buradan başa düşürük ki, gərək ədəddə 2 və 5 vuruqları olsun ki, o hasildə. Bunun sonu sıfırla bitsin. İndi bu 81 faktorialda da, yəni belə deyək də, 2-lərin sayını tapsaq, bu belə deyək də, gərək burada 2-lərin sayı ümumiyyətcə çox olur burada. Bu da biz bilirik ki, 2 ilə 5-in qruplaşması bizə hasilinin sonu sıfırla qutarır. Deməli, biz burada nə edəcəyik? Biz burada 5-in sayını tapmaqla neçə dənə 5 vuruğunun, bax bu 81 faktorialda, yəni 1-dən 81-ə kimi ədədin hasilində neçə dənə 5 vuruğunun sayını belə deyək də, tapsaq, biləcəyik ki, onda deməli, bu ədəddə də, bu hasildə də o qədər sıfır var. Bəs bunu necə tapacaq? Ümumiyyətcə, bu tipli misallarda həmişə 5-in sayını tapmalısan, çünki 2-nin sayı çoxdur. 2 burada belə deyək də, 2 vuruğundan çoxdur. Gərək burada 5 olsun ki, belə deyək də, 5 vuruğun sayı azdır deyən, biz ona görə 5-in sayını tapmalıyıq. İndi Legendre qaydasından istifadə edəcəyik. Legendre qaydası necədir? Cəm işarəsi K1-dən N-ə 81 faktorial nəyə bərabərdir? Bax, bu birinci nə edəcəyik? 81-i bölürük neçəyə? 5-ə böləcəyik. 5-in sayını tapırıq deyən 5-ə bölürük. Üstünə gələcək, bu mörtəzə, qapalı mörtəzə, bu tam hissənin işarəsidir. Üstə gələk, 81-i böləcəyik neçəyə? 5-in kvadratına. Üstə gələk, 81-i böləcəyik, deməli 5-in kubuna. Da buradan o tərəfə getmirik. Nəyə görə? Çünki o digərlərində da 5 üstü 4-ə bölmürük. Nəyə görə? Çünki orada da artıq həmin aldığımız cavabın tam hissəsi 0 olur. Elə. İndi baxaq. 81-i 5-ə böləndə burada 16,2 eləyir. Onun da tam hissəsi neçədir? 16-dır. 5-in kvadratı 25 eləyir. 81-i 25-ə böləndə burada 3 tam nə qədərsə eləyir. Onun da tam hissəsi 3-dür. Burada 5-in kubu 125 eləyir. 81-i 125-ə böləndə 0 tam nə qədərsə eləyir da 0 götürür. Da buradan o tərəfə belə deyək də götürməyə ehtiyac yoxdur. O da 16-nın da üstünə 3 gələndə neçə eləyir? 19 eləyir. Deməli, biz tapdıq ki, burada neçə dənə 5 vuruğu var? 19 dənə 5 vuruğu var da bu hasildə. Deməli, onda bu hasilin də sonu 19 sıfırla bitir. Cavab neçə olur? 19 olur. Keçdik 2 nömrəli tapşırığa. 2 nömrəlidə görək bizə nə deyir? 2 nömrəlidə bizə deyir ki, rəqəmləri təkrar etmədən 1, 8, 3, 5 rəqəmlərindən ibarət neçə 4 rəqəmli ədəd yazmaq olar? 4 rəqəmli deyirsə, biz burada nə edirik? 4 dənə rəqəmin yerini yazırıq. Rəqəmləri təkrar etməməliyəm mən burada. İndi burada necə olur? Məsəl üçün, burada biz vurma qaydasından gedəcəyik. Birinci rəqəmə mən bu rəqəmlərin neçəsindən istifadə edə bilərəm? Deyirsən ki, müəllim, 4-ündən də istifadə edə bilərik. Onda 4 vuraq. Məsəl üçün, tutaq ki, bu 1-dən istifadə elədim. İndi ikinciyə neçə dənə rəqəm yazmaq imkanım var? 3 dənə. Tutaq ki, bu 3-dən də istifadə edirdim. Bəs indi ikinciyə, daha doğrusu üçüncüyə 2 dənə rəqəm seçmə imkanım qalıb, axırıncıya isə 1 dənə. O da 4, 3, 2, 1-in hasili bizə neçəni verir? 24. Deməli, bu rəqəmlərdən 24 dənə biz ədəd düzəldə bilərik. Rəqəmləri təkrar etmədən 4 rəqəmli 24 dənə ədəd düzəldə bilərik. Keçdik 3 nömrəli suala. 3 nömrəlidə bizə nə deyir? 3 nömrəlidə bizə deyir ki, bax, 10 üstü neçə verib? 2024.
Üstə gəl 10 üstü 24, üstə gəl 7. Cəminin 9-a bölünməsi zamanı alınan qalıq neçədir? Bax, biz burada nə edəcəyik? Hər birini toplanan, hər birini ayrı-ayrı bölürük. Bax, bu 10 üstü 2024 biz bilirik ki, bu 1 ardında da deməli 2024 dənə 0 olur. Bu da 9-a bölmə qaydasında rəqəmlərin cəmi elə 9-a bölünürsə, ədəd özü də 9-a bölünür. O da cəmliyində 1 eləyir. Biri də 9-a böləndə elə qalıq 1-in özü qalır. Həmişə kiçik ədədi böyük ədədə böləndə qalıq elə o kiçik ədədin özü qalır. Burada qalıq 1 qaldı, burada da yenə 1 qaldı. Burada da 7-ni 9-a böləndə elə 7 qalır. Bu da cəmliyəndə neçə edir? 9. Aldığın 9 da yenə 9-a bölünən, burada da 1 düşür, qalıqda da neçə olur? 0. Deməli, qalıq burada neçədir? 0-dır. Cavab olur 0. Keçdik 4-cüyə. 4-cüdə bizə nə deyir? Deyir ki, bax, bu fərq hansı rəqəmlə bitir? Biz burada sonuncu rəqəmlərə baxaq. Birincinin sonuncu rəqəmi 4-dür, ikincidə 5-dir, vuraq 6, çıxaq nə olacaq? 7 vuraq 8, vuraq 9. Bu bizə neçəni verir? Bu bizə 4 və 5, 20, 20-ni də 6-ya vuranda 120. Burada sonuncu rəqəm, bax, bu hasilin sonuncu rəqəmi ilə bitdi? 0-la. Biz bunu müəyyənləşdirik. Burada 7 və 8-in eləyir 56. Sonuncu rəqəm neçədir? 6-dır burada. 56 elədi 6. 6 da 9-un neçə eləyir? Deməli 54 eləyir. Deməli, bax, bunun da sonuncu rəqəmi 4 ilə bitir. Bax, bu deməli hasildə sonuncu rəqəmi 4 ilə bitir. İndi bax, biz bu elə bil ki, bu hasildə belə deyək, sonuncu rəqəm 0 idi də, birincidə. Onda 0, əvvəlki rəqəmlər heç bizə ehtiyac deyil. Bu sonraki hasildə isə, ikinci hasildə isə, yəni çıxılanda sonuncu rəqəm 4-dür, əvvəlki rəqəmlər bizə lazım deyil. Çıxıram. Çıxanda burada 0-dan 4 çıxma olmur. Yəni bu ədəddən 1 onluq ayırıq 10 olur. Ondan da 4 çıxanda neçə qalır? 6. Bizdə əvvəlki rəqəmlər lazım deyil neçə olma. Bizə sonuncu rəqəm lazımdır. Sonuncu rəqəmdə neçə tapdıq? 6 tapdıq. Cavab deməli neçədir? 6-dır. Sağ olun.